Salam mənim əziz qardaşlarım, aslanlarım, şirlərim. Qanda xolesterin varsa, artıqdırsa, qanda laxtalanma varsa, demək olar ki, insan özü öz qəbrini qazıyır. Baxın, qardaş, yaranı görürsünüz qolumda. Bu, bilirsiniz nəyə yarasıdır? Anjudur. Yəni, 10 gün bundan qabaq gecə yarısı məni yuxudan oyatdı o damar ağrısı. Mən də androkotun üstündən tort yedim, tortun üstündən androkot yedim, gəldim, çıxdım bu vəziyyətə, şəkər edim, nəfsimi saxlamadım. O dost sənin, bu dost mənim, qanda xolesterin artdı, bir dənə onu gördüm ki, anji elədilər, yaxşıdır ki, Allaha qurban olum, açıldı. Yəni, açılmasaydı gedirdim mən, ya stentə, ya da əməliyyata. Bu, hamımız üçün var. Bu videonu paylaşdığım, yəni mən özümdən nəticə çıxartdım. Bax, siqareti tərk etdim. Hələ bilərsiniz, həkim mənə deyib. Qurana and olsun ki, həkim mənə heç nə deməyib. Yəni, özüm bilirəm ki, siqaret mənim düşmənimdir. Səhər-səhər çörəyi tərk etdim. Yağlı yeməyi tərk etdim. Qızartmanı tərk etdim. 10 gündə oturmuşam kaşiyə, qerkulisə, supa. Quran haqqı. Bundan başqa heç nə yemirəm. Bir də ki, qəşəng bir resept düzəltmişəm. Bir dənə pütör limonu. Kimdə qanda xolesterin çoxsa diqqətlə qulaq asın. Bir dənə pütör limonu götürürsünüz, qabığını soyursunuz, doğrayırsınız, kubik atırsınız blenderin içinə. 2 böyük qaşıq nə şərab atın və 150 qram, 160 qram su. Qarışdırın onu, yığın qaba. Gündə məsəl üçün səhər, gün orta axşam 3 böyük qaşıq, 4-5 qaşıq, böyük qaşıq yeməkdən sonra içə bilərsiniz. Qanda tərtəmiz, laxtalanmanı götürür, xolesterini götürür. Mən bu reseptlə hər gün eləyirəm. Allahın köməkliyi ilə çox yüngülləşmişəm, çox rahat olmuşam. Siqareti tərk etmişəm, vəbşə ləzzət edir mənə. Amma əziyyət çəkirəm. Günə 3 paçka siqaret çəkən insan birdən-birə tərk etmişəm, əziyyət çəkirəm. Ürəyim partlamağa gəlir, amma dözürəm. Səbirliyəm, dözürəm. Allah hamımızı var etsin. Video ürək qoyun, paylaşın, qoyun hər kəs görsün.